Dostlar, bahar axtarılır Gürcüstanda və soygülü Azərbaycanda, Ağdaşda, 6 fevralda qaynatanın evindən yoxa çıxıbdır. Söygülü ilə bağlı məlumatı olanlar baharın şəklini çıxardın, söygülünün şəklini qoyun ora. Ay sağ ol. Yəni, tanıyıb bilənlər varsa 050 501 0147 və ya qaynar xətlərimizi görürsünüz. Sosial şəbəkələrdən bizi izləyənlər var. Mən bu arada sponsorlarımıza təşəkkür edəcəm. Xüsusi sponsorumuz Medera Hospitaldır. Qeyd edeyim ki, Medera Hospitalının dəyərli doktoru Ramin Bağırov bizimlə birlikdədir. Mədə bağırsağı, qan azlığı, köpdən, anemiyalardan əziyyət çəkənlər 099 363 26 46-ya zəng edə bilərlər. O cümlədən fizioterapevt reabilitologumuz Gülnar Əhmədli də Medera Hospitalındadır və qeyd edeyim ki, 15 ildir bu sahədə ixtisaslaşıbdır. Çiyin, diz ağrıları, disk yırtığı, bel, boyun ağrıları və artroz xəstəliyindən əziyyət çəkənlərə də buradan belə bir məlumat vermək istəyirəm ki, 20 dəqiqə ərzində bir iynə ilə siz bu xəstəliyə yox deyə bilərsiniz. Sadəcə 051 525 17 17-yə zəng edin və 28 martda da Şəkidə olacaqdır. Nevrologumuz Sevinç Məmmədova da Medera Hospitalındadır. Panik atak, baş ağrı, migren, baş gicəllənməsi kimi problemi olanlar 055 754 1166-ya zəng edə bilərlər. Oftalmologumuz Cahil Şahbazovun yanında mirvari suyudur, kataraktadır, qara su, eyni zamanda yəni tikişsiz çəpli əməliyyatı istəyənlər 055 547 52 22-yə zəng edə bilərlər. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Daimi yorğunluq, kəskin arıqlama, kökəlmə, dərinin quruması, sümüklərdə ağrılar, uyuşma, yaddaşın zəifləməsi kimi problem varsa 050 603 81 82-yə zəng edin və Bakıdan müraciət edənlərə xüsusi endirimlər var. Uroloq-andrologumuz Bəxtiyar Hüseynovun yanında uroloji-androloji əməliyyatları icbari sığorta ilə etdirə bilərsiniz. 055 694 40 50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında uşaq və böyüklərdə qulaq, burun, boğaz əməliyyatı, plastik burun əməliyyatına 30% endirim var və 11 apreldə Gəncəyə gəlir. 050 836 36 36 əlaqə nömrəsidir. Beynəlxalq təhsil mərkəzində 40 növ təhsil xidməti var. Sadəcə 2 fəndən həm onlayn, həm də yəni hazırlaşaraq birbaşa Ada Universitetinə, həmçinin dünyanın ən reytingli universitetlərində təhsil ala bilərsiniz. 051 401 44 43 əlaqə nömrəsidir. Həkim kosmetologumuz Nigar Sultanovanın yanında qırışlara yox deyə bilərsiniz və əziz Gəncə, doktorumuz 14-15 martda Gəncə İstanbul Genetik Klinikasında olacaq. 051 444 0017 əlaqə nömrəsidir. Regen Bakı Kök Hüceyrə Mərkəzində Aytən Əliyevanın yanında siz 10 il, 20 il kök hüceyrə ilə gəncləşə bilərsiniz. Kök hüceyrə ilə yorğunluğa son deyə bilərsiniz. O cümlədən uşaq serebral iflic, autizm, baş, boyun, bel ağrıları, oynaq problemlərinə də kök hüceyrə ilə müalicələr olur. 077 502 0033 və ya ulduz 0101-ə zəng edə bilərsiniz. Can Bəbəyə təşəkkür edirəm. Mütəxəssislər tərəfindən xüsusi olaraq hazırlanmış Can Bəbə tərkibindəki çoban yastığı ekstraktı, zeytin yağı və Y vitamini sayəsində körpənizin dərisini qoruyur. Əmici kanalları mayeni sürətlə hopduraraq körpənizin dərisini quru saxlayır. Əhmədova Bahar Asif qızı 26 fevralda 3 uşağı ilə birlikdə uçur İstanbula. Aldığımız məlumata görə elə həmən günü də İstanbuldan Gürcüstana uçur. Bununla da izi itirmək istəyir. Hal-hazırda Baharı biz Gürcüstanda axtarırıq, amma əziz tamaşaçılar, Söygülü də qaynatanın evindən yoxa çıxıb. Keçən həftə siz Söygülünün baldızını burada izlədiniz. Ana iddia edir ki, mənim qızım həyatda yoxdur və onun yoxa çıxmasında qaynatanın əli var. Mikrofonu götürək. Bəli, qaynataydan baldız. İkisi. Bunlar bilir o qız haradadırsa, harada gizləyiblərsə, hara qoyublarsa, onlar ikisidir. Mən uşağımı sağ istəyirəm, onlara sağ vermişəm mən uşağımı. Ölü verməmişəm ki. Uşağım da pisdir, gənə gətirib qoyaydın yanıma. Niyə qoymadın? Dedin 6 aydan sonra da onu tapsam, gətirib gəlin eləyəcəm. Atasına dedi ki, 1 ildən sonra da tapsam gənə gətirib gəlin eləyəcəm. Bu təzəliklə deyib. Bəli, bəli. Necə yəni? Onu deyib, həm də gedib mediasiya qız itəndən sonra müraciət edib boşanma ilə bağlı. Bəli, bəli. Boşanma ilə bağlı müraciət edən qaynata necə gəlib sizə deyə bilər ki, biz onu tapandan sonra o yenə də mənim gəlinimdir. 6 aydan sonra dedi, gedib onu palçıqdan, lıqqadan çıxardıb gətirəcəm. Onu gənə gəlin eləyəcəm. Sonra atası gedibdi ora.
Atasına deyib ki, bir ildən sonra da onu qızı tapsam deyib, gətir, hara eləmisən, sən eləmisən. O qızı sən eləmisən. Və çox maraqlı bir Sən məqamı eləmisən, tamaşaçıların yoxsa bu diqqətini... məhəllədən çıxmayıb, həyətdən çıxmayıb. Və hamı... Çox maraqlı bir məqamı da tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Sən axtarıram da yeganə talidir ki, ona hələ bir dənə tamaşaçı zəng eləyib demir ki, mən onu gördüm Ağdaşda, mən onu gördüm Bakıda, mən onu gördüm hardasa. Yəni yeganə zəng gəlməyən, məsələn, baharla bağlı gəlməyə, yox, baharla bağlı gəlməyə bilər. Çünki baharla bağlı artıq məlumdur ki, bahar uçub gedib, biz axtarışımızı orada aparırıq, o başqa bir üsulla gedən axtarışdır. Amma sövgülü Azərbaycandan belə deyək, 3 saatlıq Bakıdan məsafədə itkin düşübdür. Bunu bir Kürdəmirdə görən olsun, bunu bir Şamaxıda görən olsun, bunu bir Bakıda görən olsun. Sövgülünün axtarışı sən axtarıram da getdiyi andan bugünə hələ sövgülünü gördüm deyən olmayıbdır. Əri də yoldaş da çıxmır, üzə. Yoldaşı da üzə çıxmır. Heç olmasa yoldaşını çeyliyində nə olar? Yox, qaynatadan icazəsiz heç yerə addım atmayan qız. Ər də yanında o gedib də hər yerə. Hər yerə, bəli. Nə oldu birdən-birə bu qız yoxa çıxdı? Özü də Evimizə uşaqların gəlir, qoyur. evimizə gəlirdi. Gedib özüm gətirirdim, ya qardaşı Mən qulaq gətirirdi. asmışam elə. Qardaşı gətirirdi, amma ərin də böyründə qoyurlardı. Gən ondan bərabər zəng eləyirdi Və ki, siz elə evə tez əri ilə gəl. bir yerdə də aparıb siz elə Bəli, evlərdən bəli. qoyurdunuz. Çox qəribə bir Bəli. məsələdir. Bu qızın O itməsi... 11 ildə mən onu elə aparıb elə gətirmişəm. Mən ana ilə razıyam. Yəqin ki, o həyatda yoxdur. Belə deyirəm, çox acı bir Nə bilim, mən o versiyadır. ölü verməmişəm ki qızımı. Diri vermişdim. Öz də o qədər belə sadə, başından nətər deyərlər, başına vurub çörək əlinə, elə bir qız idi. Elə bir qız Bəli. və Qaç. Keçən dəfə dedi ki, siz dalın arxasında durmurdunuz. Mən arxasında... Yəni heç vaxt yox, durmamışsınız. Yadınızda da özü də neçə dəfə dedi ki, 5-ci Niyə gün. görə? Və durmamışsınızsa bu Elə də necə? öyle, xanım. Boşatma hasad da ölüyə qızı. Əlbəttə, ailəni qorumaq lazımdır, saxlamaq lazımdır, səhv ola bilər ailədə. İki dənə baş qız çəkmək uşağı. lazımdır. Qız uşağı böyrək, onun yanında iki dənə Əlbəttə, qız doğru, uşağı böyrək. bəli, Yalan bəli. deyirəmsə deyin ki, yalan ana deyirəm. neyləsin? Qızın Ana yazıq arxasında ana. durmaq lazımdır bir ana. Onun uşaqlarını məktəbə kim aparırdı? Bir valideyn. Qaynata. Qaynatası. İnanmırsınız Özü sən? heç vaxtda aparmırdı. Xeyr, Əlifba bayram olub onu görən olur. Bax, inanmırsınızsa, Görür. Ağdaş rayonunun Kükər kənd məktəbinə zəng eləyin, 3 illik orada oxuyub bu qız. Müəllimindən sorunsun, görün ki, bu ananı tanıyır, qonşulardan xəbər eləsinlər. O qızı görün, tanıyır. Yəni o dərəcədə. Çox Bəli, maraqlıdır da. bəli. Ağdaşın özündə. Qonşular Kəndin içində məktəbə getməyib yox. ana. Ana Bu qaynatadan yapışmaq Nənəsi lazımdır. var, nənəsi ilə onun arasında 100 metrə, dayısı ilə onun arasında 100 metrə var. Yəni o 100 metr məsafəni qızın bir dəfə dayı evinə, nənə evinə Xeyr, getmir. Və qız birdən-birə yoxa çıxır. Və Olar- Getməyib. Burada əl. 3 dəfə özüm zəng eləmişəm qaynataya ki, mən anam gilə gəlirəm, qızı mən gedim. Oradan gətirmişəm, aparıb orada qoymuşam. Bəs belə başa Bəli. düşürəm ki, övladınız orada bir türmə həyat yaşayıb. Bəli, Düzdür? ata Əsl türmədə həyat. Bəs yaşayır. siz ana olaraq hara baxırdınız? Övladınız orada türmə Ana həyat dedi də yaşayırsa... Ramal bəy, dedi ki, Ay, ailəsini dağıtmaq Yox, elə şey istəmirəm. yox. Müəllim. 2 dənə qız balası vardı. Ana Ailəsi dağılmasın neyləsin? deyə Götürüb övlad gətirəcəkdi, deyəcəkdi Yox. deyə ana getdi ailəni dağıtdı. Əgər Yazıq ana. övladı Bu da orada nəticəsi. zülm içərisindədirsə, heç bir qohum əqrəbə ilə əlaqəsi yoxdursa, Bəli. ananı belə qapıya buraxmırlarsa, bu övlad deməli orada problemdədir, təhlükədədir. Buna Ana da razıyam, fəryad problemdədir. eləməlidir, yaxınlaşmalıdır, Neyləmə? müraciət eləməlidir, övladdan sağ çıxmalıdır. Bugünkü gündə ana incimin. Atası Siz xəlvətcə burada ona baxın. getmişdi. Siz elə bil ki, övladınızdan bezmisiniz. Elə bil ki, elə bir övladınız həyatda olmuyor. Nəyə görə deyirəm? istəyirəm, 5 dənə Çünki uşağım var. Niyə baxın, bezirəm burada ki? itən bir toyuq deyil, burada bir can itib. Bəli. Amma Gəlib sizin ağlayır da ana reaksiyanız yoxdur. neynəsin? İtəndən qızı deyil, gəlib burada oturub ağlayır. İtəndən sonra yox. Ana Zamanında övladına sadəcə sahib bizim çıxmalıydı. 90% Azərbaycanlı analar Hayır. kimi qızının Ana, ailəsini dağıtmaq zamanında istəyən hamımız elə idi. Mən maraqlıdır ki, bu nəsil kökdə dayı da olub, əmi də olub, bibi də olub. Hamı Mən əcəb Hamı onların ailəni bizimlə- qoruyub. Hamı ailəni qoruyub. Ailəni qoruyurlar Hamı da. ailəni qoruyubdu. Bir də Hamı ailəni belə istəyibdi ki, qoruyurlar. ailəni necə qorusun Ailə bəs, yoxdur necədir? ortada.
Ailə yoxdur, bəli, indi yoxdur ortada. İndi deyir ağlım olsaydı, öz qohumuydu. Oğlan tərəf də bunların qohumudur. O öz qohumuna Öz etibar əmisi eləyibdi. qızının qızına verib. Yəni qadın neynəsin ki? Qaynana da çıxmır, Hüseyin. Nə ər yoxdur ortada, nə qaynana. Yo, indi narahat olma. Qaynata da var, qaynana da var. Mən getdim Ağdaşda keçən Gəlsinlər, 5-ci cavab gün ver. onlarla görüşmüşdüm. İndi qaynatanın izləyəcəyik biz. Amma Yusifova Söygülü Adil qızı 6 fevraldan qaynata evindən yoxa çıxıb. Baldız iddia edir ki, o itmədən öncə bizim məhlədə naməlum bir şəxs görsənibdir. Çox güman ki, Söygülü həmən naməlum şəxslə yoxa çıxıbdır. İzləyək biz. Qədim kişi Söygülünün qaynatasıdır. Amma Ağdaşdan məni izləyənlər, Söygülünü tanıyanlardan da rica edirəm. Anonimlik qorunur. 050-501-0147-yə zəng edə bilərsiniz. Eyni bu Çinarə məsələsi. Xatırlayırsınız da Çinarəni. Lənkəranda yoxa çıxan Çinarə qaynana evindən yoxa çıxmışdı. Bu günə qədər də yoxa çıxanlar sırasındadır. Bu günə qədər də bu gözəl, məsum Çinarədən eyni taledir məncə. Eyni, yəni Çinarə ilə Söygülünün taleyi. Onları biraz yaxınlaşdırsan, Tural, mən çox sevinərəm. Çox da, deməli, baxın. Bu cür məsum qız yoxa çıxdı illər öncə. Söygülü də yoxa çıxıb. Biri Lənkəranda qaynana evindən, o birisi də Ağdaşda qaynata evindən. Gəlin. İzləyək. Qədim kişi, sizcə bu qız hara gedə bilər? Xoş qədəm xanım. Onu lap yaxşısını özü bilir, hara gedibdirsə, yəni. Ailə iddia edir ki, Söygülünün yoxa çıxmasında qədim kişinin əli var. Mənim nə əlim ola bilər, ay xoş qədəm xanım. Nə əlim ola bilər. Biz 2024-dən bu əziyyəti çəkirik. Bizim aramızda nə münasibət ola bilər ki? O da mənim bir balam. Bizdə, yəni, narahat hərəkət bu ailədə, yəni, olmuyor ayından bəri. Nədəmin 2-ci sinifə gedəndə telefon almışıq, alıb vermişik ki, yəni ora-bura getməyəcək. Bütün dərslər də hamısı atılır telefona. Mənim qızımın telefonuna yönəldilir bu telefon. O işte Kim yönəldib? qızım özü yönəltdi ki, yəni artıq əzik, hərəkət olunmasın. Qızın deməli onu izləyirdi. İzləmək yox, telefonu alıb verəndə... Bilirəm də, yönəldib də ona gələn mesaj orada gedir. Ay sağ ol, ay sağ ol. Siz niyə ananın ayağına düşüb yalvarmısınız? Harada? O evdə. Həmən günü ana bizə gələndə elə söhbət olmayıb. Elə söhbət zat. Demirsən ki, bir daha belə şeylər olmayacaq. Yox, yox, o elə söhbət olmayıbdı, xoş qədəm xanım. Bilirsən, mən dünənlərim sizə telefonu ana görə açmadım ki, o ana yalandan oradan deyir ki, 2 ildir mən onun qapısına getmirəm. Yəni, o ana görə də mən telefonu dünənlərim açmadım. Amma sizə bir şey deyim, kənddə hər kəs onu tərifləyir. Bir dənə mənfi hərəkətini kimsə görmür. Yox, mənfi hərəkətdə nətər ola bilər ki? Bax, burada mənfi hərəkət nətər ola bilər? Bütün kənd cəmaatı tanıyan tərifləyir. Heç kim heç nə deyə bilməz. Bizim ailə barəsində. Yox, qızı tərifləyir sizin. Yəni qızda 8 il, yəni 8 il bizim qapıda olubdu, yəni orada olanda da gələndən 8 il. Qız sirlərdən danışıb anasına. Deyib ki, mən sirlər bilirəm, mən açsam dünya dağılacaq. Xoş qədəm xanım, o hamısı anasının iddiasıdır. Anasının da yox, o xalası var, bir müəllimə xalası var onun. Hə, xala örgədir ona. Yox, indi öyrətmək məsələsini gəl qoyaq kənara. Qızınız deyir ki, oradan oplana bilər. Niyə? Qapı dura-dura, bu oradan niyə çıxıb? Xoş qədəm xanım, yəni onu biz özümüz də bax elə qalmışıq sirxuda. Qaynana, yəni sizin həyat yoldaşınız deyibdi ki, anaya, yəni qızın yaxınlarına deyibdi ki, mən bir həftə onun damcı-damcı onun ağzına su verirəm. Siz deyirsiniz ki, mən qızımı heç görmürdüm. Görməmişəm. Yanvarın onunda səhər gətirib axşam aparıb qoymuşuq. Görməmişəm. 1 aydan bir, 2 aydan bir gətirirdik. Çox maraqlıdır ki, bax bu dəqiqə belə mən bizim əməkdaşlardan soruşuram. Deyirəm, Söygülünü gördüm deyə kimsə bir zəng gəlirmi? Yoxdur. Bu Söygülü, bu 4 divarın arasından niyə çıxıbdı? Yox, o divardan da gedə bilməz. Baldız dedi ki, keçən dəfə mən baxırdım ki, orada şey var, onun üstünə çıxıb
keçə bilər. Bəs o üç, Yox, yəni oradan əslində bəs yerə düşəndə də bəli, yıxıla bəli, bilər bəli, axı. ona görə mən arxa tərəfi Şahin, həmən o arxa tərəf var da, onu verin. Hətta o dediyi kimi bura çıxa bilər. Atası Bəli, və bax bura sonra çıxa bilər. oradan o tərəfə Amma bura yıxılar necə axı. düşə bilər? Buradan Düşə çıxdı. bilməzək, onu demək Bəli, istəyirəm. bəli, bəli, bəli. Bax buradan çıxır. Şahin o birisini ver, o biri Sonra yıxılar, əzilər axı. Üç bunu yox. Ay elə də canlı qız. Bir dənə deyil, qısa bir şey dərli atmışdıq. bir Keçən dəfə də verdin. Bu o biri bu tərəfdir. Evin içi tərəf. Hansı ki buradan hündürdür. tutaq ki ağacın üstə çıxdı, oradan ora getdi və ya o tərəfdən Toyoxinin tərəfdən getdi. İki yerdən çıxış var da. Üç yerdən. Amma bu deyil. Bu deyil. Burada bu deyil Şahin. Dev tərəfdə mal Əzim. var. Keçən dəfə Samirə sənə attı Şahin. Ayağının altına çıxdı. Bəs oradan o tərəfə tullanmaq var axı. Bu adam heç vaxtı nəzarətsiz həyətdən çölə çıxmır. Samirə, sən təkrar at da, xahiş eləyirəm. Bu adam nəzarətsiz çölə Evin çıxmır. arxa tərəf görüntüsünü Samirə. Bundan əlavə, onun telefonu da nəzarət altında olubdur. İndi belə çıxır ki, Baxın, deməli bu bilirsiniz nə? Üzr istəyirəm, vəkilim, üzr istəyirəm. Deməli bu çöl tərəfdir. Hansı ki, əgər ora nəyinsə də vasitəsilə çıxsa, ağacın nəyi, Onun o tərəfi buradan var. yıxılmaqla təhlükəsi var. Bəli, bəli, Əlbəttə, əzilmək təhlükəsi Yəni təhlükəsi var. onun buradan çıxıb tullanması bura, yəni valla qeyri-mümkündür. Mən buna Təhlükədir də, inanmıram. əzilə bilər. Ya indi orada kimsə bəlkə o da nərdivanla dayanıb oradakı qız buradan nərdivanla düşsün. O da elə olubsa o ərazidə niyə bir adam görmüyor bu nərdivanla dayanan naməlum şəxsi? günün günorta vaxtı. Yəni günün günorta çağında dokuz, heç kəs bunu orada görməyib. Deməli bu da mümkün deyil. Onda O bu qız versiya- hardadır? Bu qız o dörd divarın arasında söygülü hara çıxıb? Əgər qapıdan çıxıbsa, kameralar var, niyə kameralara düşməyib? Arxa tərəfdə vəziyyət bu cürdür. Deməli onda söygülü, yəni ortada yoxdur. Mən Ramin bəy, nəsə təşəkkürünüz var idi? Təşəkkürünüz varmı? Buyurun da, gəlin. bilər, başqa formada, Baxın Ramin yəqin bəy nəyinsə. üzümə.